Prezident İlham Əliyev iyunun 1-də Amerika Birləşmiş Ştatları Dövlət Katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Kaleb Orra Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərin və Baku Enerji Forumun rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirdi. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi. Buna görə Amerika Birləşmiş Ştatları dövlətinin başçısına minnətdarlığını ifadə etdi. Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı, Azərbaycanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasının, həmçinin bu xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxundu. Azərbaycan-ABŞ iqtisadi dialoqunun ilk iclasının keçiriləcəyini vurğuladı. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığını bildirdi. Dövlətimizin başçısı Bakı Enerji Həftəsi çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxundu. Kaleb Orr ABŞ prezidenti Donald Trumpın və dövlət katibi Marco Rubio'nun salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Donald Trumpa və Marco Rubio'ya çatdırmağı xahiş etdi. Qonaq vurğuladı ki, Donald Trumpın Bakı Enerji Həftəsinə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir. Kaleb Orr eyni zamanda dedi ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir. Söhbət zamanı Bakı Enerji Həftəsinin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulandı. Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.